Axşamınız xeyir balaca dostlarım. Hər gecə olduğu kimi bu gecə də yeni bir nağılla görüşünüzə gəlmişik. Bəs siz necə? Hər gün bizimlə görüşməyə tələsirsiniz? Elə isə sizi çox gözlətmədən başlayaq. Bu axşam sizə Tələbə və Kralın Qızı adlı Macar nağılını danışacağam. Qədim zamanlarda yoxsul bir tələbə dünyanı tanımaq üçün səyahətə yollandı. Cibində bir qəpiyi yox idi. Amma gənc ikən pulsuzluq elə də böyük dərd sayılmır, elə deyilmi? Gənc tələbə dünyanı tanımaq, şəhərləri gəzmək, başqa ölkələrin adət-ənənələri ilə tanış olmaq istəyirdi. Bir qəpiksiz səfərə çıxmaq vecinə də deyildi. Gecələr ağacların altında yataram. Acanda xeyirxah kəndlilər yemək verər. Ya da yol kənarında ağacların meyvələri ilə qarşıma çıxan tarlalardan topladığım bir ovuc buğda ya da biraz təzə paxla ilə qarnımı doyuraram, deyə düşünürdü. Günlər, aylar keçdi. Tələbə öz diyarından çox uzaqlarda dolaşarkən bir gün gözəl bir ölkəyə gəlib çıxdı. Kəndlilər bu oğlanın hardan gəlib, hara getdiyi ilə maraqlanmağa başladılar. O da dünyanı gəzdiyini söylədi. Kənd sakinləri gəncin danışdıqlarını maraqla dinlədilər. Yemək verdilər. Gənc oğlan yatmaq üçün samanlığın yerini ona göstərməyi xahiş etdi. Kəndlilər bu bilikli oğlanın samanlıqda yatmasını istəmirdilər. Onu kralın sarayına apardılar. Orada rahat yataq tapılacağını düşünürdülər. Kral və kraliça gənc qonağı görüb çox sevindilər. Onlar da söhbət edə bilmək üçün mədəni və savadlı insan axtarırdılar. Kral xidmətçilərinə əmr etdi ki, ziyafət təşkil etsinlər. Elə süfrə açdılar ki, təkcə quş südü əksik idi. Bu məclisdə kral öz qızını gənc səyyahın yanında oturtdu. Tələbə o qədər utancaq idi ki, gözəl şahzadənin üzünə belə baxa bilmirdi. Amma ürəyində öz-özünə dedi: Madam ki, taley bu gözəl şahzadəni mənim qarşıma çıxarıb, o mənim arvadım olacaq. İki gənc bir-birinə çox yaraşırdılar. Bunu görən kraliça kralın qulağına pıçıldadı. Kralım, bu gənc yəqin ki, bizim qızımızı görməyə gələn şahzadədir. Hər halda onunla evlənmək niyyətindədir. Bu mümkün deyil. Kral dilləndi. Göründüyü kimi o yoxsul bir gəncdir. Adi tələbədir. Gecə gənc tələbə üçün samanla dolu bir yataq hazırladılar. Hərə öz yatağına çəkiləndə tələbə də yatmağa hazırlaşdı. Lakin səfər zamanı qarnını doyurmaq üçün tarlalardan yığdığı buğdalar cibindən tökülüb otağa səpələndi. Oğlan bütün gecəni bu buğdaları toplamaqla keçirdi. Ancaq səhərə yaxın işini bitirdi. Kralın adamları bütün gecə gənci izlədilər. Onun səhərə qədər yatmadığını, əyilib qalxdığını, gecəni narahat keçirdiyini krala dedilər. Kraliça dilləndi. Gördün, mən sənə demədim, bu bir şahzadədir. Saman doldurulmuş yataqda yata bilmədi. Növbəti gecə gəncə quş tükündən krallara layiq bir yataq hazırladılar. Günlərlə yataq özü görməyən gənc çox rahat yatdı. Səhər gəncin bütün gecə mışıl-mışıl yatdığını öyrənən kral və kraliça şagirdin şahzadə olduğuna inandılar. Nahar zamanı oğlana dedilər: Qızımızı sənə ərə verə bilərik, gənc şahzadə. Gənc tələbə şahzadə olmadığını, pulu, parası, hətta yatmağa yeri olmadığını dedi, amma heç kimi inandıra bilmədi. Ölkədə 40 gün 40 gecə toy mərasimi quruldu. Kral ölkəsinin yarısını qızına verdi. Beləliklə yoxsul tələbə kralın kürəkəni oldu. Bir müddət sonra tələbə və şahzadənin uşaqları dünyaya gəldi. Bütün ölkədə bayram elan olundu. Kral və kraliça gənc kürəkənlərinin həqiqətən də şahzadə olmadığına uzun müddət inanmadılar.
Amma o vaxta qədər kürəkənlərini o qədər sevdilər ki, artıq dünyanın ən zəngin şahzadəsi gəlsə belə onunla dəyişməzdilər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.